Deməli, indiki zamanda itçi fe'li olacaq ya idu, ty idешь. Düzdürmü? Çünki t'da yeş işdir sonu. Sonra on ana idiot. Çünki on anada yet itdi. Sonra мы идем. Çünki mı şəxs əvəzliyi olanda fe'lin sonu yem imlə bitir. Düzdürmü? Bəzən də belə deyim də yom şəkilsi də olur. Bax məsələn buradakı kimi idiom. Düzdürmü? Tak. Siz вы eşidirsiniz səsimi? Aha, Вы идете. Çünki вы şəxs əvəzliyində yeti iti olur. Düzdür? Они идут. Они idут. Əla, afərin sizə. Bəs yaxşı, indi sual yaranır. Gələcək zamanda necə olacaq? Paydu. Super, malades. Aha, orada onu da birinci şəxs əvəzi deyin, sonra fe'li gələcək zamanda istifadə edin. Ya paydu. Umnitsa. Paydıyor. On ana paydıyor. Mı paydıyor. Bu paydıyor. Yani paydut. Super. Bravo. Təzədən bir də deyin görüm. Ya paydu. I paydıyor. On ana paydıyor. Mı paydıyor. Bu paydıyor. Ani paydıyor. Paydut. Düzdür? Paydut. Paydut. Ay sağ. Ani Они payidut. Umnitsa. Super. Bəli. Tak, indi gəlin dərhal bunu tətbiq edək. Düzdür? Məsəl üçün, deyirsiniz ki, mən işə gedirəm. Necə deyəcəksiniz? Bu hansı zamandadır? Gəlin bundan qaynaqlanaq. Mən işə gedirəm. gedirəm. Ya idu narabu. Na nə? Hal-hazırda Ya idu narabotu. Umnitsa. Na работу. Bəli. Çünki kuda suala cavab verir. Sonra amma desəz ki 10 dəqiqədən sonra mən işə gedəcəm. Ha, jub gələcək zaman olur. Yəni Super. gedəcək. Bəli. Deməli, Через 10 minut ya paydu narabotu. bravo. Super. Əla. Yəni ki, fe'llərdə həmişə mən məsəl üçün bir müəllimə kimi sizə cümlə deyirəm ki, hansı ki siz tərcümə edəsiniz, düzdürmü? Bu o deməkdir ki, siz tələsməməlisiniz. Müəllimə məsəl üçün dedi ki, belədir. Düzdürmü? Deməli siz öz tərəfinizdən nə etməlisiniz? Baxmalısınız ki, hansı zamandadır Aha. və sonra hərəkətə keçməlisiniz. Biraz keçmiş zamanını qarışdırdım. Biraz orada çaşırdım. Olur, narahat olmayın. Hər şey olur. Tak. Sonra gəlin digərlərinə baxaq.